Çoxlarımız onu boş və şorabalara dad vermək üçün istifadə edir. Lakin onun dərman vasitəsi kimi faydasından çoxumuz xəbərsizik. Hamının evində olan şəfalı dəfnə yarpaqları hansı xəstəliklər zamanı? Dəyərli izləyicilər, aşağıda yerləşən bəyən düyməsinə basaraq bizə dəstək olun. Tərkibi A və C vitaminləri, həmçinin dəmir, manqan, kalsium və maqnezium mineralları ilə zəngin olan dəfnə yarpağının yağı bəlğəm gətiricidir. Ondan təngənəfəslik və bronxial asma xəstəliyində istifadə olunan dərman hazırlanır. Orqanizmi qüvvətləndirir, sidiyi qovur, toksiki maddələri və zəhərləri xaric edir. Göbələk əleyhinə təsir göstərir. Daxildə və xaricdə göbələk olan zaman həmin hissəyə vanna edib yaxud da dəmləməsini çəksəniz, bu problemdən xilas olacaqsınız. Dəfnə yarpaqları detoks və təmizləyicidir. Qandan toksinləri, duzları, ağır metalları, zəhərli dərman qalıqlarını çıxardır. Bir sözlə qanı yeniləyir. Təzyiqi salır, damarları genişləndirir, baş ağrısını azaldır. Bu bitki güclü sakitləşdiricidir. Yoxsuzluqla mübarizə etməyə kömək edir.